Salam Rəşad müəllim, hər vaxtınız xeyir olsun. Bir şəhidə qarşı Masalın Xırmandalı kəndində hörmətsizlik olunur. Şəhid Məmmədov Xıdır Məmmədqulu oğlu və onun ailəsinə qarşı edilən hörmətsizlik onunla bağlıdır ki, onlara evinə gedən yol, küçə və şəxs tərəfindən Qurbanov Qüdrət Kərəmoğlu tərəfindən tutulub və ora qapı qoyulub. İndi şəhid ailəsi o qapıdan istifadə eləyə bilmir. İndi biz artıq o yolu çəkirik, o küçədəyik. Sən xahiş edirəm ki, onu paylaş, aidiyyəti qurumlar, aidiyyəti orqanlar xəbərdar olsun, xəbər tutsun ki, bəs bu haqda tədbir görülsün. Şəhid ailəsi icraya müraciət etsə də, deməli icradan gəldilər. Qüdrət Qüdrət Kərəmoğluna tapşırdılar o qapını oradan götürməsin və o heç bir qanuna məhəl qoymur, şəhid ailəsinə hörmətsizlik eləyir, şəhidə hörmətsizlik eləyir. Bəs indi biz həmin qapını yaxınlaşıb çəkəcəyik, görəcəksiniz həmin qapını hardan qoyublar, necə qoyublar. Şəhidin həyətinə girmək olmur, o qapıdan icazə vermirlər həmin şəhid həyətinə girməyə və şəhidin qabaqdan il dönümü gəlir. Yanvarın 5-i şəhidin il dönümüdür. Həmin o il dönümünə gedən insanlar o yoldan istifadə eləyir, o yoldan gedir. İndi o qapını görürsünüz, bizim sağımıza düşəcək. İndi görəcəksiniz ki, burada gətirib qapını qoyublar özləri üçün. Özləri girir çıxır həmin qapıdır ki, bax bu qapı həmin qapıdır ki, özləri girir çıxır o qapıdan. Sizdən xahiş edirəm, aidiyyəti qurumlara paylaşın ki, bunu görsünlər, bu haqda tədbir görsünlər, bu insana tədbir görsünlər. Şəhidlərə qarşı bu qədər hörmətsizlik, bu qədər laqeyd